Konstitusiyası yoxdur ki, var. 20. Konstitusiya yoxdur. Ay bak, bir qərara gəl. Rüstəm. Dərsi yazıram. YouTube-da paylaşacağım. Ayım. Aha. Ömər, denən görək. Ömərdə görək. Demək, Gəncə dövrü nə vaxt başlayır? Nuru Paşa nə vaxt Gəncəyə gəlib çıxır? 18. 18. 1918 iyunun neçəsi? 16-sı. İyunun 16-sı gəlir. Ondan sonra mərkəz haraya köçürülür? Gəncə. Gəncəyə gəlir. Hələlik Tiflisdən Gəncəyə gəlir. Harda elan olunmuş daxıcı? Tiflisdə. Deməli, Nuru Paşa gələnə qədər Tiflis dövrüdür. Batum müqaviləsi filan Tiflis dövrünə düşür. Sonra Borçalı döyüşü Tiflis dövrünə düşür. Daha sonra gəlir ki, Gəncəyə və hökumət köçürülür. O zaman Gəncə dövrü. Onda Gəncə dövrü nə vaxta qədər davam eləyir? Bakı azad edilənə kimi. Bakı azad edilənə kimi. Sentyabrın 15-nə kimi. Sentyabrın 15-dən də sonuna qədər Bakı dövrüdür. Sonra iyun böhranı baş verir. İyun böhranı nə idi, Ömər? Almanla güclə hücum edirdi. İyun böhranı odur ki, Tiflisdəki hökumət deyir ki, Tiflis hökuməti qalsın. Nuru Paşa deyir, yox, Tiflis hökuməti qalmasın, hökumət Gəncəyə köçsün. Yəni, fikir ayrılıqları yaranır da, Nuru Paşa ilə Tiflisdə yaranmış hökumət arasında. Ona görə də buna da iyun böhranı deyilir. Sonra hökumət Nuru Paşa dediyi kimi olur, Gəncəyə köçür. Beləliklə, Rüstəmdə görə ikinci hökumətin yaranması nə vaxtdır? 1918-ci il 19 iyundan 7 dekabra qədər. Aha. Deməli, hökumətin yaranması 19 iyundadır. Bəs qanunverici orqan kimi fəaliyyətə başlaması isə 17 iyun. İkinci hökumətin qanunverici orqan kimi fəaliyyətə başlaması isə 17 iyundur. Hökumətin yaranması biraz çox çəkir də. Çox çəkir, çünki orada nümayəndələri falan yığmaq lazımdır. Çox deyəndə 1-2 gün çəkir. Yəni, ayın 19-undan hökumət qurulur, 17-sindən də qanunverici orqan kimi fəaliyyət göstərir. Daha sonra Xalq Komissarlar Sovetinin qüvvələri ilə döyüş başlayır. Bu hansı döyüş idi? Göyçay. İyunda olan Göyçay döyüşləridir. Ümumiyyətlə, Nuru Paşa bütün döyüşlərdə qalib gəlir. Borçalıda da. Göyçay müharibəsini uduzurlardı. Hanı, bax, Göyçayda uduzurlar. Hə. Deməli, Göyçay döyüşlərində də Nuru Paşa qalib gəlir. Ömər, kitabda olmayan şeyləri demə. Kitabımızdan danışaq. Çünki imtahana buradan düşür və Google-dakı məlumatları. Aha. Deməli, Göyçayda kim qalib gəldi? Nuru Paşa qalib gəldi. Aha. Daha sonra Bakıya yaxınlaşdı, yavaş-yavaş. Amma Bakıya gedən yolda nəsə bir dəyişiklik oldu. Xalq Komissarlar Soveti devrildi. Xalq Komissarlar Soveti nə vaxt devrilir? 31.07.1918. Aha, avqustun 1-i Xalq Komissarlar Soveti gedir. Xalq Komissarlar Soveti nə vaxt yaranmışdı? 25 aprel. Apreldə. Apreldə AXC yaranmışdı mı? Xeyr. Yox, hələ yaranmamışdı. Mayda yaranır. Deməli, Xalq Komissarlar Duma gedir, komissarlar yaranır. Bakını idarə edən orqanlar. Onlar AXC-dən qabaq yaranmışdı. AXC gedişində də bunlar ləğv olunur. Deməli, Xalq Cümhuriyyəti qurulan vaxtda Azərbaycan tam bizimkilərdən ibarət deyildi də. Xarici qüvvələr də vardı. Ruslar, bolşeviklər, menşeviklər, Muğan Sovet filan. Yəni, cürbəcür ermənilər burada öz başına salıyor. Tam hələ təmiz Azərbaycanlılar deyildi. İndi Allah öyrətdən görək, Bakıya nə vaxt getdi, çıxdı? 1918-nin aprel. Sentyabrı. Aprelə necə qayıdırsan? Mayda oca dövlət yarandı. Sentyabrın 15-də Bakıya getdi, çıxdı. Beləliklə də artıq hökumətin Bakı dövrü başladı. Bakı dövrü başladı. Bir də İranda İngilis qoşunları var idi. Sentro-Kaspi diktaturası XKS-dən sonra yaranan, avqustun 1 yaranan. O İngilis qoşunlarını köməyə çağırır. Kim idi başında duran? Thompson yox, Thompson da İngilisdir, düzdür, o da gəlib. Amma o noyabrda gəlibdi. Thompson noyabrda parlamentin qurulmağını filan yoxlamağa gəlmişdi. Bu dəfə Denstervil gəlir. Denstervili elə bir Osmanlıya qarşı çağırırlar. Amma o gəlir, baxır, görür ki, Osmanlıya xalqın rəğbəti nə dərəcədədir? Yaxşıdır. Ona görə də qayıdıb çıxıb gedir. Hətta deyirlər ki, Denstervil Thompson daha sakit məqsədlə gəlmişdi, nəinki Denstervil. Denstervil biraz işğalçı məqsədlərlə gəlmişdi. Amma Osmanlıya olan rəğbəti görüb çıxıb gedir.
Sonra avqustun 27-si hələ Bakıya çatmamış. Türklər Bakıya çatmamış. Ruslar almanlarla müqavilə imzalayırlar. Müqavilədə nə deyirdi ruslar? Almana nə deyirdi? Deyirdi sən kimi qoyma Bakıya. Türkçə qoymam. Türkü qoyma. Aha, çünki Sentrakaspidə də rus var idi axı. Menşevik də var idi, Rus da var, Bolşevik də var idi. SR-lər də var idi. Demək ki, deyir ki, sən deyir türkü qoyma Bakıya daxil olmağa. Mən sənə əvəzində neft verərəm. Amma bu müqavilədə nə olmadı? Baş tutmadı, alınmadı. Türklər Bakıya daxil oldular. Azərbaycan nefti Ömər həmin vaxtı kimin nəzarətində idi? Rusların nəzarətində deyildi, xeyr. İngilislərin. Bakıda Rusların nəzarətində deyildi. Yox. İngilislərin nəzarətində. Keçir Osmanlının nəzarətinə. Batumdan sonra neftimiz keçir Osmanlının nəzarətinə. Yəni Batumdan sonra Osmanlı tam təmizləyir Azərbaycanı. Neftimiz keçir Osmanlının nəzarətinə. Sonra amma Mudrosdakı Osmanlı çıxıb gedir Azərbaycandan. O zaman kimin nəzarətinə keçir? İngilislərin nəzarətinə keçir. Daha sonra Versal sülhündən sonra ki, onlar bizi tanıyır, Avropalılar bizi tanıyır. Ondan sonra Xəzərin nəzarətinə keçir. 19-cu ildən. Sonra buraları başa düşdünüz də. Yəni burada belə çətin bir şey yoxdur ki, Nur Paşanın gəliş yolundan danışır. İlk müqavilə Batum, istiqlaliyyət bəyannaməsi, Nur Paşanın gəliş yolu. Daha sonra Ömər sən də görək, daxili siyasət. Əhali nə qədər idi, ərazi nə qədər idi AXC qurulanda? Mən deyim. 3 milyon əhali. Aha, 3 milyon əhali. 97,3 97,3 ərazidir. Amma mübahisələrlə birlikdə 114 min kvadrat kilometrdir. Yaxşı, burada qanunverici orqanlar var idi Ömər. Bunlar hansılardır? Deyirək, müvəqqəti Milli Şura, ikinci hökumət, Milli Şura, parlament. Müvəqqəti və yaxud, mən fikir verirəm qəbulun testlərində. Müvəqqəti və yaxud eləcə Milli Şura. Onlar arasında fərq qoymurlar. Eləcə yazılır Milli Şura. Milli Şuranın fəaliyyətinə aiddir deyəndə müvəqqətini də götürür. Yəni fərq qoymur. Deməli, müvəqqəti Milli Şura mayın 27-si. Deməli, AXC-dən qabaq birinci müvəqqəti Milli Şura da. Müvəqqəti Milli Şura 27-sindən nə vaxta qədər? 17-sinə qədər. 19-undan da 19-undan hökumətdir. Qanunverici orqan elə 17-sindəndir. 17-sindən dekabrın 7-sinə qədər. Noyabra qədər ikinci hökumətdir. Qanunverici orqan kimi, ha. Milli Şura 16 Noyabrdan dekabrın 7-sinə qədər Milli Şuradır. Dekabrın 7-sinə isə parlamentdir. Bax, parlament çox soruşurlar, ha. Parlament müharibəyə aiddir 1-ci Dünya müharibəsinə? Aid deyil. Bax, Nur Paşanın bütün bu fəaliyyəti 1-ci Dünya müharibəsinə aiddir. Çünki müharibə nə vaxta qədər davam edəcək? Noyabrın 11-nə qədər davam edəcək. Bu fəaliyyət aiddir. Bu yaxşı, qanunverici orqanlar da dediniz. Bunları da yadda saxlayın. Ən əsas burada yadda saxlayın parlamenti. Parlamenti bir də ikinci hökumətin qanunverici orqan kimi fəaliyyətinə fikir verin. Ki, nə vaxta qədərdir? Noyabra qədərdir. Noyabrdan, bax, Milli Şura azdır, görürsünüz. Noyabrdan dekabrın 7-sinə qədər. Parlament amma sona qədərdir. Ən çox olan parlamentdir bunun içində. Dekabrın 7-si 1920-ci ilə qədər davam eləyir. Parlamentin sədri kim olmuşdu? Aysa Topçubaşov idi. Səbəblərə görə də Əhməd bəy Ağayev idi da o. Bəli, Əhməd bəy Ağayev. Onun köməkçisi idi. Bir də onlar ölmürlər. Onlar Paris Sülh Konferansına gedirlər. Orada qalırlar. AXC süqut eləyəndə kimləri öldürürlər? Xoyskini, Nəsib bəy Yusifbəylini. Hə. Deməli, Nəsib bəy Yusifbəylini öldürürlər. Xoyskini öldürürlər. Ayrıntılar vermə, Ömər. Kitabda ayrıntı verilib, necə öldürülür? Sən də ayrıntı verir. Aha, Rəsulzadə isə Stalin kömək edir. Çünki vaxtı ilə Rəsulzadə də Stalinə kömək eləmişdi. Bir-birinə əvəz-əvəz kömək edirlər. Daha sonra nədən danışaq uşaqlar? Hə, sonra parlamentin yaranması üçün qanun verilir. Qanun nə vaxt verilir? Allah verdi. Dekabrda yaranır, noyabrda. Noyabrın 20-si. O zaman bir dənə İngilis generalı gəlir, yoxlamağa ki, bu ikinci gəlişidir İngilislərin və daha sakit gəlişləridir. Thompson gəlir. Thompson noyabrda. Thompson ha vaxt gəlir, noyabrda gəlir.
Deməli, Thomson Deməli, Thomson noyabrda gəlir uşaqlar. Hə, Allah verdi görə. Deməli, parlament nə vaxt başladı? Dekabrın 7-si. Onun sədri kim idi? Topçubaşov idi. Onun da köməkçisi kim idi? Həsən bəy Ağayev idi. Məmməd Yusif Cəfərov da bəzən o səlahiyyətlərini həyata keçirir. Neçə deputat var idi? 120 deputat var idi. Aha, parlamentin ilk gördüyü iş nə olmuşdu? Səfir yatmaz. Yox. Siyasi məhbusları buraxmaq. Deyir ki, parlamentin ilk müzakirə etdiyi məsələlərdən biri hökumətin hesabatının dinlənməsi və yeni hökumətin təşkil olması idi. Bu onların şeyidir. Bundan görə fəaliyyətə başlaması münasibətilə siyasi məhbuslara amnistiya verilir, deyir. Fəaliyyətə başlayan kim siyasi məhbuslara amnistiya verilir. Elçin hələ də yoxdur. Dərsin görün nə qədər vaxtı keçib. 30. Aha. Yaxşı. İndi isə Allah verdi. Sən denən görək. 3-cü hökumət qurulur belə bir vaxtda. 26-sı. Bəs ikinci hökumət nə vaxt başlamışdı? 19 İyunun 19-u. İyunun 19-dan 7 dekabra qədər ikinci hökumətdir. Arada boşluq var. 26 dekabr. Aprelin 14-nə qədər. Aysa 4-cü hökumət 4-cü ay 1919-a qədər davam eləyir və dekabra qədər də 4-cü hökumət davam eləyəcək. Dekabrın 22-sinə qədərlə 19-cu il. Oradan 8 gün, 9 gün 5-ci hökumətindir. Çünki dekabrın 22-si başa çatır axı 4-cü hökumət. Hökumətlərdən düşsə yaza biləcəksinizmi? Bəli. Ha, inşallah yazarsınız. Deməli, bu Nuru Paşanın Bakıya qət eləməsi yolu. Bu neçənci hökumətdə Allah verdi? 2-ci hökumət deyirsən. Bəli, Bakıya doğru gəlməsi 2-ci hökumətdir. Amma Batum müqaviləsi imzalanması 1-ci hökumət. Bəs Göyçay döyüşləri O da birinci hökumət. o da 1-ci hökumətdir. Birinci hökumət. Çünki hələ bir Gəncəyə gəlsin ki, 2-ci hökumət qurulsun da. Yəni 1-ci hökumətə aid olan hadisələr çox azdır. Müvəqqəti Milli Şuranın yaranması, AXC-nin yaranması, bəli, AXC-nin yaranması və s. Bunlar çox azdır. Batum döyüşləri, Nur Paşanın yola çıxması, yavaş-yavaş yol qət etməsi, bunlar. Bir də burada cəmiyyətlər vardı. Hansı cəmiyyətlər var idi? İttihad, Əhrar, Slavyan Rus, Sabat və s. kimi, Əhrar kimi cəmiyyətlər var idi. Sosialistlər. Vətəndaşlıq haqqında qanun Ömər nə vaxtı? 19-da idi. Çox maraqlıdır. 19-a qədər niyə vətəndaşlıq haqqında qanun qəbul eləmirlər? Buna təzə qurulub. Qurulan kimi versinlər də vətəndaşlıq haqqında. Yaxşı. Bəs mətbuat haqqında qanun? O da 19. O da 19-un oktyabrındadır. Yaxşı. Sonra da görək Müəssislər Məclisinin seçkilər haqqında əsasnamə nə vaxtı? 18. 19-un iyulundadır. 20 yaşına çatmış bütün vətəndaşlara seçkilə iştirak etmək hüququ verilirdi. Amma işğalla bağlı bu baş tutmadı. İşğal nə vaxt oldu Ömər? Nə vaxt Sovet Rusiyası bizi işğal etdi? 20-ci ildə. 20. Ermənistanla diplomatik əlaqə yaradılırmı? Səfirlik filan İrəvanda açılırmı? Açılır. Açılır. Amma Rusiya ilə diplomatik əlaqə yoxdur. Məsələn, İranla diplomatik əlaqə var. Salam. Aha, İranla diplomatik əlaqə var. Bəli. İranla diplomatik əlaqə var. Bəli. Osmanlıda təbii ki var, Batuma görə. Gürcüstanla var. Bəli, var. Bəli. Gürcüstanla var. 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 Dağlılarla var. Xeyr. Var. Var, bəli, hamısını. Bəli. Ürəyi geniş. Hamı ilə var. Avropa ölkələri ilə var. Var. Orada da səfirlik zad açılmalı idi. General Thompson gəldi. Hə, onlar bizi tanıyır axı. Osmanlı açıldı da Türkiyədə. Bəli. İstanbulda. Necə tanıyırlar onlar bizi? De facto yoxsa de jure? Paris konfransında bizi necə tanıyırlar? De facto. Yəni faktiki olaraq sizi görürəm. Belə. Bəs bizi de jure, Qacarlar de jure tanıyır. Qacarlar bizi nə vaxt tanıyır? 20-ci ildə. 1920-ci ilin martında. Süquta az qalmış. Süqut nə vaxt olacaq? Apreldə. Apreldə. May 28 yaranması da belə. Hə.
Oldu. Deməli, qoy görüm nə sal. Hə, konstitusiya var. Qoy Elçin gəlmişkən o da desin. Konstitusiya var AXC-də. Yox. Yoxdur. Əlifba islahatı həyata keçirilirmi? Yəni ərəb Yox, əlifbasından yox, yox. çıxırlarmı? Yox. Bəs ərəb əlifbasından kim çıxacaq? Elçin. Ölçübəyə qədər ərəb əlifbası. Ayaz Mütəllibovdur. Onda biz məktəbdə ərəb. Mirzə Fətəli Axundzadə. Heydər Əliyevə qədər ərəb Mirzə əlifbası. Fətəli Axundzadə İmam çıxırdı. Onda biz niyə ərəb əlifbası keçməmişik? İmam Mustafa idi. Mirzə Fətəli İmam, Axundzadə. Axundçu. AXC dövründə. Ay müəllim, Ay bax, çarizm çıxardı. Ayaz Mütəllibov. Sovet hökuməti çıxardır bizi. İmam Mustafa idi. Neydi gəlsin? Şeydir. Hədəyyət dövlət şeydə Azərbaycan dil dövlətdir. Ay bax, Heydər Əliyev latına keçir. Ərəb dilindən tanışır. Olmaz. Nəysə uşaqlar, bax 29-cu ilin Əlifba yaradır yenidən. Axundzadə 1800-lərdə yaşayıb. Biz 1900-dən danışırıq. Nəysə uşaqlar, bunun üstünü bağlayaq, bu söhbəti bağlayaq. 1929-cu il əlifba islahatı keçirilir. Aha. 1929-cu ildə Elçin deyir ki, burasını kəsin müəllim. Deməli, hara kəsirəm abi? Kəsə bilmirəm. Demək, 1920 nə var onu da paylaşacağam. Kim necə deyim? Bax uşaqlar nə bilir, hamı qoy görsün. Valideynlər görün, baxın, bilmirlər. Deməli, nə deyirdim abi? Yadımdan çıxdı. Hə, 1929-cu ildə əlifba islahatı keçirir Sovet Rusiyası. Bəli. Və buna əsasən biz ərəb əlifbası gedir, keçirik latına. Latına 39-cu il, dayan, 39-cu ildə isə biz Kirilə keçmişik. Hə, latın sonra Kirilə keçmişik. Amma ərəbi Sovet ləğv eləyib də. Azərbaycan Sovet dövləti nə vaxt yaranıb? SSR. Azərbaycan SSR 20-də də, aprelin 28-i, işğaldan sonra. Orada müvəqqəti inqilab komitəsi var idi. MİK, 2 dənə MİK var elə, MİK, elə. Bu MİK nədir? Qanunvericidir, icra edicidir. Qanun verici. Qanunvericidir. Bəs HKS nədir? İcra HKS icra edicidir. Başındakı Başındakı həm qanunverici, həm icra edici olur. ikinci hökumət həm qanunverici, həm icra edicidir, bəli. İki səlahiyyəti də özündə birləşdiribdir. Bəli. Ümumiyyətlə hökumətlər icra edicidir, amma parlamentdir, Milli Şura, müvəqqəti Milli Şura, qanunverici bunlardır. Bəli. Amma ikinci hökumət ikisini də daşıyır, iki səlahiyyəti də daşıyır. Yaxşı. Harda qaldıq uşaqlar? AXC-nin Türk dilinin dövlət dili elan olması Allah verdi nə vaxtı? 1918-ci il ayın neçəsi? Mayın, yox, şeyin 26-sı. Say. Kim bilir uşaqlar, deyin görək. Noyabrın 9-u. Noyabrın 9-u Bayaq yanıb. bayrağın qəbulu. Bayaq. Bu nə sən? Allah mənə belə yağdı.